Herkese salam, İlməvi kanalıma xoş gəlmisiniz. Kanalımıza yüklediğimiz yeni videolardan xəbərdar olmağınız üçün kanalıma abunə olub, videolarımı bəyənərək mənə dəstək olmuş olarsınız. İndidən təşəkkür edirəm sizə. Bugün sizin üçün belə gözəl saç aksesuarı olan yaz üçün, yaz sapı ilə toxuduğumuz gözəl bandanamızı, sxemini inşallah paylaşacağım. Siz də istəsəz bizimlə birlikdə toxuyub istifadə edə bilərsiniz. Allah gözünüzün nurunu bol eləsin. Elə isə başlayaq. Başladıq. Bismillah. Sehirli halqa edirik və bu sehirli halqanın içərisinə 12 dənə ikili trabzan toxuyuruq. 1 2 3 4 5 6 7 8 9 10 11 və 12. Sonra sehirli halqamızı bağlayırıq. Bu cür. Yəni tam sıxmasaz da olar və sonuncu ilmə ilə birinci ilməni ilmək sürüşdürmə ilə bir-birinə birləşdiririk. 2 dənə zəncir çəkirik. Başlayırıq bu 12 ilməni 24 ilmək etməyə. Bunu necə edirik? Birinci sırada 12 idi. İkinci sırada hər ilməyə 2-2 toxumaqla, baxın, bir dənə, baxın, yenidən 2 dənə ikili trabzan toxuduq. İndi yenə də eyni ilmənin içərisinə 1 2 dənə ikili trabzan toxuduq. Və sıra sonuna qədər bu cür davam edirik. 1 dənə ikili trabzan, eyni ilmənin içərisinə ikinci ikili trabzan. Milçənin üzərinə ipi atırıq. 1 dənə ikili trabzan, 2 dənə ikili trabzan. Və bu cür sıra sonuna qədər bu cür hər ilmənin içərisinə 2 dənə ikili trabzan toxumaqla gəlirik sıra sonuna. Və sonuncu ilməni toxuyuruq. 1 dənə ikili trabzan və 2 dənə ikili trabzan eyni ilmənin içərisinə. İndi sonuncu ilmə ilə birinci ilməni ilmək sürüşdürmə ilə bir-birlərinə birləşdiririk. Yenə 2 dənə zəncir çəkib ilməni qaldırırıq və artıq bir dənə toxuyuruq. Bir dənə artırırıq. Bir dənə ikili trabzan toxuyuruq. Gördünüz? Növbəti ilmənin içinə 2 dəfə toxuyuruq. Yəni artırırıq. 1 2 və sıra sonuna qədər bu cür davam edirik. Bir dənə toxuyuruq. Bir dənə artırırıq. Və sıra sonuna qədər bir dənə toxuyub bir dənə artırırıq, bitiririk, gəlirik. Gəldik, çatdıq sıra sonuna. Bir dənə ikili trabzan toxuduq və növbəti ilmənin içərisinə 1 2 dənə ikili trabzan toxuduq. Və sonuncu ilmə ilə birinci ilməni ilmək sürüşdürmə ilə bir-birinə birləşdiririk. 2 dənə zəncir çəkirik və növbəti sıramıza başlayırıq. Bir dənə toxuyuruq, ikili trabzan. 2 dənə toxuyuruq, ikili trabzanı və artırılma yerinə gəlirik. Görürsünüz, bu V hərfi kimi görünən artırılma yeridir və ora artırılma edirik. Yəni bir ilmənin içərisinə 2 dəfə toxuyuruq. 1 2 gördünüz belə. İndi yenə də özünüz görəcəksiniz toxuduqca. Baxın, bir dənə ikili trabzan, ikinci ikili trabzan və baxın, yenə gəldik artırılma yerinə və bura 2 dənə ikili trabzan toxuyuruq eyni ilmənin içərisinə. Sıra sonuna qədər belə gedir. 2 dənə toxuyuruq, bir dənə artırırıq. 2 dənə toxuyuruq, bir dənə artırırıq. 2 dənə toxuyuruq, bir növbəti ilmənin içərisinə yenə də bir gördünüz, bir dənə. Burada artırılmadır. Görürsünüz? Buraya isə 2 dənə toxuyuruq, artırırıq və sıra sonuna qədər belə davam edirik. Gəldik, çatdıq sıra sonuna. Yenə də bir dənə. Növbəti ilməyə də bir dənə
Yəni 2 dənə toxuduq. Bir dənə artırılma edirik və sıramızı bitiririk. Sonra sonuncu ilmə ilə birinci ilməni ilmək sürüşdürmə ilə bir-birinə birləşdiririk. 1, 2, 2 dənə zəncir çəkirik və yenidən başlayırıq. Bir dənə toxuyuruq. İkili trabzan, ikinci ikili trabzan, üçüncü ikili trabzan və gəlirik artırılma yerinə. Gördünüz? Yəni bu cür davam edirik. Birinci 12 dənə yığdıq. Sonra o 12 dənəni hərəsinə 2-2 toxumaqla ilmələrin elədik 24. Elədik 24. Sonra bir dənə toxuduq, bir dənə artırdıq, bir dənə toxuduq, bir dənə artırdıq. Sonra növbəti sırada 2 dənə toxuduq, bir dənə artırdıq. İndi baxın növbəti sırada 3 dənə toxuyub, bir dənə artıracağıq. Sonra növbəti sırada 4 dənə toxuyub, bir dənə artıracağıq. Özünüz toxuduqca artırılma yerlərinə gəlib çatanda özünüz görəcəksiniz ki, aha burada artırmaq lazımdır və artıracaqsınız. 2, 3. Baxın 3 dənə toxudum. Baxanda görürəm ki, gəldik artırılma yerinə. Bir dənə artırırıq və sıra sonuna qədər bu cür davam edirik. İndi sıra sonuna qədər davam edim, gəlim. Gəldik sıra sonuna. Və yenə də 1, 2, 3 dənə toxuduq. İkili trabzan. Sonuncu ilmə görürsünüz, artırılmış ilmədir. 1, 2. 2 dənə toxuduq eyni ilmənin içərisinə və sonuncu ilmə ilə birinci ilməni birləşdirdik. 1, 2, 2 dənə zəncir çəkdik və yenidən. Bu dəfə 4 dənə toxuyacağıq. 1, 2, 3, 4. 4 dənə toxuyuruq və bir dənə artırırıq. Özünüz artırılma yerinə gələndə görəcəksiniz, amma hamısı eyni olmalı. 4 dənə toxuyub bir dənə artırırıq. 4 dənə toxuyuruq, bir dənə artırırıq. Növbəti sırada 5 dənə toxuyuruq, bir dənə artırırıq. İndi biz çox vaxt getməsin deyənə mən toxuyum sıra sonuna qədər gəlim, yenidən növbəti sıraya keçək. Baxın, 1 dənə toxudum, 2 dənə toxudum, 3 dənə toxudum, 4 dənə toxudum, 4 dənə 2 trabzan toxudum və gördünüz, V hərfi kimi görünür. Bura artırılmış yerdir. Sxemlərdə də artırılma beləncə V hərfi kimi görünür. İndi sıra sonuna qədər toxuyum, gəlim. Gəldik, çatdıq sıra sonuna. 1, 2, 3, 4. 4 dənə ikili trabzan toxuduq. Bir dənə artırma etdik. 1, 2 və sonuncu ilmə ilə birinci ilməni birləşdirdik. 2 dənə zəncir çəkdik və növbəti sıraya artıq qalxa bilərik. 1, 2, 3, 4, 5. 5 dənə toxuduq, gəldik, çatdıq artırma yerinə. Bir dənə artırdıq. Və bu cür sıra sonuna qədər davam edəcək. Çox göstərməyim sizə, vaxtımız da çox uzun olmasın. Yenə 5 dənə toxuyub, bir dənə artıracağıq və beləcə davam edəcək. Toxuyum, gəlim. Gəldik, çatdıq sıra sonuna. Çayımız da gəldi. Çox sağ ol. Çox sağ ol. 1, 2, 3, 4, 5 dənə ilmə toxuduq və görürsünüz, artırma yerindəyik. Bir dənə artırırıq.
və sonuncu ilməklə birinci ilməni birləşdiririk. 2 dənə zəncir çəkirik və növbəti sıraya keçirik. Burada artıq 6 dənə toxuyub bir dənə artıracağıq. Onu da göstərim sənə. Sonra sıra sonunda toxuyub bitirdikdən sonra yenidən görüşək. 3 4 5 6 dənə toxuduq. Bir dənə artırdıq. Mən bunları ona görə göstərirəm ki, bizdə yeni başlayanlar olur çox vaxt. Yəni mənə yazanlar da olur. Ona görə onlar üçün sıraları çalışıram, bir-bir göstərim. 6 dənə toxuduq, bir dənə artırdıq, sıra sonuna qədər 6 toxu, 1 artır, 6 toxu, 1 artır, 6 toxu, 1 artır, gəlirik, çatırıq bitiş yerimizə. İnşallah bitirim gəlim. Gəldik, çatdıq sıra sonuna. Yenə 6 dənə toxuyub bir dənə artırdıq, bitirdik. Sonuncu ilmək ilə birinci ilməni birləşdirdik. 1 2 dənə toxuduq və indi 7 dənə toxuyub bir dənə artıracağıq. 1 2 3 4 5 6 və 7. 7 dənə ilmə ikili trabzan toxuduq. Gəldik, çatdıq artırılma yerinə. Görürsünüz bura. Artırdıq və sıra sonuna qədər yenə də bu cür davam edəcək. 7 dənə toxuyub bir dənə artıracaq. 7 toxu 1 artı, 7 toxu 1 artı gəlib çatacaq sıra sonuna. Sıra sonuna gəldik, çatdıq. Bir, iki və sonuncu ilmək ilə birinci ilməmizi birləşdirdik. 2 dənə zəncir çəkdik və bitdi. İndi sizə ölçü deyim. Yəni bu qədər bəsdir. Santimetr olaraq baxaq görək. Tam mərkəzdən ölçürük. 14 santimetr. İndi bu sizin ipinizin qalınlığından, nazikliyindən falan da asılıdır. Sizə bir dənə bir şey göstərim. Baxın, bu da yarın art cinsdir. Məsələn, biz burada 8 dənə ikili trabzan toxuyub bir dənə artırdıqsa, amma bu ip qalınlığı biraz qalın olduğu üçün 1 2 3 4 5 6 dənə toxuyub bir dənə artırdıq. Demək olar ki, eyni, daha bu bundan biraz böyüdür. Yəni ki, siz sapınızın qalınlığına, nazikliyinə görə ona görə toxuyun. Əgər toxudunuz, sonra santimetrəviz ilə ölçürsüz, bu mərkəzi görürsüz buradan, düppədüz belə ölçürsüz. Görürsünüz ki, 14 santimetr oldu. Deməli, bu bizə bəsdir. İstəsiniz burada 3 dənə toxuyub bir dənə artırmış olun. İstəsiniz burada 5 dəfə toxuyun, bir dəfə artırmış olun. Metrəvizi qoyanda. Görürsünüz ki, 14 santimetr oldu. Deməli, bu bizə bəsdir. İndi keçirik naxış hissəsinə. Deməli, 2 dənə zəncir toxuduq. Sonra milçəmizin üzərinə ipi aldıq. Zəncirimizin dibində olan ilməyə bir dəfə də toxuyuruq. Bunlar ikisi 2 dənə trabzan sayılır. 1 2. Sonra 2 dənə zəncir çəkdik. Yenə milçəmizin üzərinə ipi aldıq. Eyni ilmənin içinə 2 dənə də ikili trabzan toxuyuruq. Gördünüz, belə bir şey alındı. Sonra baxın, 1 2 3. 3 dənə ilmə buraxırıq. 1 2 3. 4-cü ilmənin içərisinə 2 dənə ikili trabzan toxuyuruq. 2 dənə zəncir çəkirik. Yenə eyni ilmənin içərisinə 2 dənə ikili trabzan toxuyuruq. Gördünüz, belə. Sonra zəncir falan çəkmədən yenə milçəmizin üzərinə ipi alırıq. 1 2 3 dənə ilmə atlayırıq. 4-cü ilmənin içərisinə yenə davam edirik sıra sonuna qədər. 2 dənə ikili trabzan, 1 2 zəncir çəkdik. Eyni ilməyin içinə 2 dənə ikili trabzan. Yəni eyni ilmənin içinə 2 dənə ikili trabzan. Baxın.
2 dənə ikili trabzan, 2 dənə zəncir, 2 dənə ikili trabzan. Eyni ilmənin içərisində zəncir falan çəkmirik. Yenə də baxın 1, 2, 3 dənə ilmə atlayırıq. 4-cü ilməyin içinə yenə toxuyuruq. 2 dənə ikili trabzan, 2 dənə zəncir və 2 dənə ikili trabzan. Və sıra sonuna qədər bu cür davam edirik. Zəncir falan çəkmirik. Yəni ki, digər ilmələrə keçəndə sadəcə ipi alırıq milçəmizin üzərinə 1, 2, 3, 4-cüyə başlayırıq toxumağa. 2 dənə ikili trabzan, 2 dənə zəncir, 2 dənə ikili trabzan eyni ilmənin içərisinə toxuyuruq. Sıra sonuna qədər gəlirik. Gəldik, çatdıq sıra sonuna. İndi burada 2 dənə zəncir çəkmişdik, düzdür? İkinci zəncirə bu zəncirin sonuncu ilməsinə milçəmizi salırıq. İlmək sürüşdürmək edirik. Bu cür. Sonra burada bir dənə də ilmək var. Burada ilmək sürüşdürmə edirik. 2, bir də bu təpə nöqtəsinə bir dənə də ilmək sürüşdürmə edirik və gəlirik təpə nöqtəsinə çatırıq. Və yenə də 2 dənə zəncir çəkirik. Bundan sonra bizim üçün çox asan olacaq. Bu motivlərdən sadəcə hər təpə nöqtəsinə bu motivlərdən edib istədiyimiz uzunluğa gəlib çatana qədər toxuyuruq. Baxın 2 dənə toxuduq. Gördünüz, bir dənə zəncir biri sayılır. 2, 1, 2, 2 dənə zəncir çəkirik. Milçəmizin üzərinə ipi alırıq. Eyni yerə 1, 2, 2 dənə ikili trabzan edirik. Gördünüz belə. İndi yenə zəncir çəkmədən milçəmizin üzərinə ipi alırıq. Keçirik növbəti təpə nöqtəmizə. 1, 2, 2 dənə, 2 dənə zəncir, 2 dənə də ikili trabzan toxuyuruq. 1, 2. Belə. Yenə milçəmizin üzərinə alırıq ipimizi, keçirik növbəti təpə nöqtəmizə. 2 dənə zəncir, yenə 2 dənə ikili trabzan. Və bu cür sıra sonuna qədər davam edirik. Milçəmizin üzərinə ipi alırıq və keçirik növbəti naxışımızın növbəti təpə hissəsinə. Və beləcə sıra sonuna qədər davam edək. Gələk. Gəldik, çatdıq sıra sonuna. 1, 2, 2 dənə zəncir çəkirik. 1, 2, yenə də bunları birləşdiririk ilmək sürüşdürmə ilə. Bir, 2 və növbəti sıraya qalxırıq. Burada 2 dənə ilməmiz oldu, ikili trabzanımız oldu, 2 dənə zəncir çəkirik. Yenə də 2 dənə ikili trabzan. Milçəmizin üzərinə ip alırıq, zəncir falan çəkmədən keçirik növbəti təpə nöqtəmizə. Yenə bura 2 dənə ikili trabzan, 2 dənə zəncir və 2 dənə ikili trabzan toxuyuruq. Və yenə bu cür sıra sonuna qədər davam edirik. Mən indi papağı istədiyimiz uzunluğa götürüb çıxardana qədər toxuyum. Ondan sonra sizin üçün baxın bunları sayaram. 1, 2, 3 bunları sayaram. Neçə sıra toxumuşam. Ölçünü deyərəm sizə. Siz də öz sapınıza uyğun hündürlüyü toxuyarsınız. Belə santimetrlə də deyərəm sizə. Ya da ki istəsəz misal üçün öz başınızda yoxlaya bilərsiniz. Deyirsiniz ki mənim üçün bu qədər uzunluq bəs edir. Və orada da dayanarsınız. Mən indi bunu bitirim. Sonra necə bağlamaq lazımdır onu göstərəcəm sizə. Gəldik, çatdıq sıra sonuna. İndi siz nə edəcək? Mən sizə sadəcə yüngülvari ölçü verim. Elə bilin. Bura qədər toxumuşduq. Sonra başlamışdıq artırmağa. Mən də buradan hündürlük demək olar ki 12 santimetr yarım. Baxın. 12 santimetr yarım. İndi siz də öz sapınıza görə də, yəni başınıza qoyanda gördünüz ki bu hündürlük sizə bəs edir. Bitirə bilərsiniz.
Bitirdikdən sonra nə edirəm mən? Gəlmişik sıra sonuna çatmışıq. Birləşdirmişik də. İndi 2 dənə zəncir çəkirəm. 1 2. Milçəmizin üzərinə ip alıram. Bura bir dənə toxuyuram. Sonra yenə də bir dənə toxuyuram. Eyni yerə yox ha. Baxın, bir dənə toxuyandan sonra növbəti sütunun üzərinə bir dənə toxuyuram. Milçəni ipin üzərinə alıram. Növbəti sütunun üzərinə bir dənə toxuyuram. Belə. Sonra növbəti sütunun üzərinə bir dəfə toxuyuram. Bir dəqiqə səhv getdim. Növbəti sütunun üzərinə bir dəfə toxuyuram. Sonra bir dənə də sütun var da. Burada 2 dənədir. Bir dənə də toxuyuram. Bura ortaya yenə bir dənə toxuyuram. Burada 2 dənə zəncirdir, amma biz bir dənə toxuyuruq. Sonra görürsünüz növbəti sütunun üzərində ilmə var. O ilməni də toxuyuram. Hər sütunun üstünə bir dənə toxuyuram. Gəlirəm çatıram, baxın, növbəti sütunun üzərinə burada toxuyuram. Bu arada zəncir çəkmədiyimiz yerlərə ehtiyac yoxdur toxumağa. Görürsünüz növbəti sütunun üzərinə bir dənə toxuyuram. Burada 2 dənə ilmə idi. Daha doğrusu zəncir çəkmişdik. Elə onun üzərinə bir dənə toxuyuruq. Və elə beləncə də sıra sonuna qədər davam edirik. Hər sütunun üzərinə bir dənə toxuyuram. Burada yer var, amma buranı toxumuruq. Keçirik növbəti sütunun üzərinə. Yəni burada zəncir falan çəkməmişdik də, ona görə bura sayılmır. Baxın, beləcə davam edirəm. Sadəcə burada 2 dənə zəncir çəkmişdim. Orada elə bir dənə toxuyuram və sıra sonuna qədər gedirəm. Sıra sonuna qədər toxuyum. Gəlim. Baxın. Sıra sonuna qədər toxuyum, gəlim. Və gəldik, çatdıq sıranın sonuna. Milçəmizin üzərinə ip aldıq. Sonuncu ilməmizi ikili trabzan toxuduq. Birinci ilmə ilə sonuncu ilməmizi ilmək sürüşdürməklə bir-birlərinə birləşdirdik və sıranı bitirdik. Kəsirik. Sonra iğne vasitəsilə ipimizi işin içərisində gizlədirik. Sonra burada da görürsünüz. Buradan biraz yuxarıdan iğnəni salırıq. Çox möhkəm olsun ki, ipimiz ya ip olduğu üçün sürüşkəndir. Baxın, belə. Kəsirik və işi bitiririk. Burada da bir dənə ipimiz var. Onun da bizə heç bir ziyanı yoxdur, amma çünki burada ipi gizlətmişdik. Gizlətməmişdiksə də indi sizin mən göstərdiyim üsulla ipi gizlədin. Kəsin. Və bu qədər.